Ağa Səlim rəhmətli, Molla Məmməd rəhmətli, Bayram Kürdəxanlı elə xalası bu məhəllədə yaşayırdı. Kərimgil, Ağa Mirzə, sonra bu cavanlar sonra da bu məhəllədə Nizami rəhmətli, bütün toylarımızı Nizami rəhmətli burada çox olur. Qabaq görsənərdik toyda, nişanda. Bundan sonra saraydır ünvanımız, can necə tərk eyləsin, can səni. Çünki canım canısan, can, Nizami rəhmətli. Meyxana haqqında istəyərdim danışasın. Meyxana bizim məhəllədə çox olur. Və burada meyxana Bu məhəllədə elə hamısı gəlib bura. Ağa Səlim rəhmətli, Molla Məmməd rəhmətli, Bayram Kürdəxanlı elə xalası bu məhəllədə yaşayırdı. Kürsüm xala, Bayram Kürdəxan. Axırıncı kərəm xalası rəhmətə gedəndə Bayram Kürdəxanlı gəlib burada bizimlə bu kafedə oturdu. Meyxana da dedi. Sonra Kərimgil, Ağa Mirzə, sonra bu cavanlar sonra da bu məhəllədə Nizami rəhmətli, bütün toylarımızı Nizami rəhmətli burada çox olur. Allah onu da rəhmət eləsin. İlk meyxana da o dedi də, Lenin sarayı, Heydər Əliyev sarayında. Bundan sonra saraydır ünvanımız. Qabaq görsənərdik toyda, nişanda. Bundan sonra saraydır ünvanımız. Can necə tərk eyləsin, can səni. Çünki canım canısan, can, Nizami rəhmətli. Nizami Əl-Hüseyin dostu idi da deyirsən. Həri Əl-Hüseyin də gitara çalardı rəhmətli. O da maşın vurdu. Allah onu rəhmət Əl-Abbasın. Mən uşaq idim, amma yadımda. Əl-Abbas, Elxan, Elşad, Əl-Hüseyin 4 qardaş idilər, rəhmətə getdilər. Allah rəhmət eləsin. Əl-Hüseyin İmam Hüseyin məclisləri eləyərdi həmişə öz evində. Bəli, Əl-Hüseyin öz evində həmişə 3 gün İmam Hüseyin təziyəsi saxlayardı, ehsan verərdi. Bax, o musiqi sahəsində idi Əl-Hüseyin. Amma İmam Hüseyin təziyəsi verərdi, özü zəncir var, oğlanları da var idi, həcidirlər oğlanları da. Adları yadımdan çıxıb, amma yaxşı da uşaq. Yaxşı uşaqlar. Onlar özləri görəndə mənə yaxınlaşırlar.